Əziz dostlar, hər vaxtınız xeyir olsun. Xırdalan şəhərində yeni bir mənzil çəkib sizə təqdim edirik. Bina yerləşir Xırdalanda, təzə və köhnə bazarlara yaxın ərazidə 2 və 9 saylı məktəblərə piyada məsafəsində. Yeni tikilib 5 mərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 77 kvadrat metrdən ibarətdir bu mənzilin. Orijinalı 3 otaqlı mənzildir. Bütün otaqların özünün müstəqil pəncərəsi var. Eyvanından baxışını təqdim edim. Sakit, yaşanılası yerdir. Bina tam yaşayışlı binadır. Gördüyünüz bu 9 mərtəbəli binanın digər tərəfi Heydərliyev prospektidir. Yəni, prospektin təxminən 50 metrliyində yerləşir bu bina. Mənzilin döşəməsi bütövlükdə isti döşəmədən ibarətdir. Yalnız nağd pula satılır. Bütün kommunallar mövcuddur. Alqı-satqı notarial qaydada aparılır. Fərdi şəkildə kupçalar da çox qısa müddətə veriləcək. Artıq bu binalar apartman tipli binalar gedir və bu tipli binaların demək olar ki, əksəriyyətinə kupçası verilib. Bu binanın da sənədləri artıq bölgü üçün verilib. Dövlət Reislər Xidmətinə burada yerləşir. Digər otaq, yataq otağıdır burada. Bu balaca otaqdır digərinə nisbətən. Sanuzel. Qiymət start olaraq 99.500 manat təyin edilib, amma real alıcı üçün mənzilə baxış etdikdən sonra yaxşı da indirim ediləcək. Giriş qapısı buradadır, dəhlizi kifayət qədər iridir. Ətraflı kanalımıza abunə ola bilərsiniz. Bugünə bu qədər. Təşəkkürlər, sağ olun.